Azərbaycan-Qazaxıstan münasibətləri son dövrlər ərzində tarixin ən parlaq dövrünü yaşayır. Prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayevin sıx münasibətləri, qarşılıqlı səfərlərinin intensivliyi iki ölkə arasında əlaqələrə mühüm töhfə verir. Əməkdaşlığın daha da güclənməsinə xidmət edir. Bu il Azərbaycan və Qazaxıstan arasında imzalanmış strateji tərəfdaşlıq və müttəfiqlik haqqında müqavilənin 20 ili tamam olur. Həmin müddətdə iki ölkə arasında təqribən 170 hüquqi sənəd imzalanıb. Siyasi, iqtisadi, investisiya və mədəni sahələrdə möhkəm hüquqi baza formalaşıb. Bu baxımdan 20 oktyabr 2025-ci il tarixində Prezident İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri mühüm əhəmiyyətə malikdir. Azərbaycan-Qazaxıstan ticarət dövriyyəsində son illərdə müşahidə olunan artım iki tərəfli iqtisadi əməkdaşlığın uğurlu nəticəsidir. Azərbaycan və Qazaxıstan arasında dostluq əlaqələri Orta Dəhliz layihəsinin inkişafını da sürətləndirir. 2024-cü ildə əmtəə dövriyyəsi $470 milyon. 2025-ci ilin ilk 8 ayında isə bu rəqəm $547 milyon yüksəlib. Qazaxıstan səfəri çərçivəsində mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev bu artımı Orta Dəhliz vasitəsilə nəqliyyat logistika sisteminin səmərəliliyinin artırılması və infrastrukturun modelləşdirilməsi ilə əlaqələndirdi. Dövlət başçısı həmçinin vurğuladı ki, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. İlham Əliyev Azərbaycan ərazisində dəhliz üzrə bütün işlərin gələn ilin ortalarında başa çatdırılacağını bəyan etdi. Prezident bildirdi ki, digər ölkələrin ərazisində də işlər analoji sürətlə həyata keçirilərsə, 2028-ci ilin sonuna qədər Zəngəzur dəhlizinin açılışı baş tuta bilər. Bununla da Orta Dəhlizin ən yüksək müasir standartlarla 15 milyon ton yük dövriyyəsinə malik daha bir marşrutu açılacaq. Səfər çərçivəsində Prezident İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Orta Dəhlizin inkişafı, Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu birgə layihəsinin təqdimatı baş tutdu. Prezident İlham Əliyevin səfəri çərçivəsində Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclası keçirildi. İclasda çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Şuranın əhəmiyyətinə toxunaraq, Şuranı iki tərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə razılaşdırılmış qərarların işlənib hazırlanması üçün səmərəli platforma kimi qiymətləndirib. Azərbaycan-Qazaxıstan münasibətləri Türk dünyasının siyasi, iqtisadi və mədəni birliyini gücləndirən mühüm strateji xətti təmsil edir. Azərbaycan-Qazaxıstan əlaqələrinin genişlənməsi həm region, həm də bütövlükdə Türk dövlətlərinin əlaqələrinin gücləndirilməsi və möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.